Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Çox mühüm və ağrılı bir mövzunu, dəhşətli dərəcədə önəmli bir mövzunu sizinlə müzakirə edək. Şərhlərinizi yazın, bəyənin və paylaşın ki, daha çox insan bu mövzuya rəy bildirsin. Bir ictimai müzakirə başladaq. Eyni zamanda da üstəgəl düyməsini vurmaqla abunə olun ki, belə mühüm mövzulardan, xəbərlərdən məlumatınız olsun. Süni mayalanmadan danışacağım. 21 ildə ölkəmizdə süni mayalanma tətbiq olunur və övladı olmayan ailələr bu yolla övlad sahibi olurlar. Bu özü yaxşı bir hal olsa da, bu sahədə dəhşətli boşluqlar var və qanunvericiliklə tənzimlənməyən hallar var. Önəmli olan mövzulardan biri donorlardır. Donorlardan bəzən onlarla ailə istifadə edir, eyni donordan. Və bu o deməkdir ki, onlarla ailədə bir-birindən xəbərsiz bacı qardaşlar böyüyür. Və donorun kimliyini bəzən ailə də öyrənmək istəmir və donorun özünün də məlumatı olmur ki, hansı ailəyə yardımcı olub. Bu mənada dövlət qurumları tərəfindən də ciddi bir nəzarət və sistemli şəkildə bunun qeydiyyatı aparılmır. Ona görə də gələcəkdə, yəni uzaq gələcəkdə, yaxın gələcəkdə, 15-20 ildən sonra bu uşaqlar evlənmə yaşına çatacaqlar. Bilmədən bacı qardaşlar ailə qura bilərlər və ömür boyu bəlkə də bunun məlumatları olmaz. Bu isə genetik baxımdan fəlakətli nəticələrə gətirib çıxara bilər. Bugün biz demək olar ki, əmi, xala, bibi, dayı uşaqlarının evlənməsinin qarşısını alan bir qanun qəbul etdik, müsbət də bir haldır. Amma bunun əksinə süni mayalanma dəhşətləri artdıqca, bu cür qanunsuz hallar artdıqca gələcəkdə bacı qardaşların evlənməsi ehtimalı var ki, bununla bağlı da ciddi nəzarət tədbirləri artırılmalıdır. Digər bir problem ölkəmizdə odur ki, bu süni mayalanma həyata keçirilərkən ana bətninə bəzən uğurlu olsun deyə 2 yox, 3 və 4 embrion daxil edilir və nəticədə dəyərli izləyicilər, hətta 3əmlər, 4əmlər olur bir hamiləlikdən. 4 uşaq dünyaya gəlir. Bu zaman anaların ölüm halı qeydə alına bilər, erkən doğuş və uşaqların itirilməsi, eyni zamanda fiziki qüsurlu uşaqların dünyaya gəlməsi və sağlamlıqla bağlı digər başqa ciddi problemlər yaşana bilər. Və qanunvericiliklə artıq bir çox ölkələrdə maksimal embrion sayı 2 olaraq müəyyən edilib. Bizdə isə hələ də bu faktor yoxdur. Digər bir məsələ odur ki, dəyərli izləyicilər, sanki bir klinikalarda qara bazar var və sağlamlıqla bağlı bütün göstəricilər pozulur. Eyni donorlardan dəfələrlə istifadə olunur. Bu isə onların özlərinin də sağlamlığı üçün müəyyən hallarda, xüsusən qadınlarda problemlər yarada bilər. Və bu sahənin insanların düzdür ümidsizliyindən istifadə edərək hər bir halda yardım etməyə çalışırlar, müəyyən qanun pozuntularına da yol verirlər. Bu sahənin ciddi şəkildə tənzimləməsinə, bu məsələnin Milli Məclisdə dəfələrlə qaldırılıb və yenə də qaldırılmasına ehtiyac var. Mediada bu mövzunun üzərinə getməlidir. İnsanlar da çox diqqətli olmalıdırlar. Çünki həqiqətən genofondumuza qarşı bir dəhşətli, belə deyək, faciənin əsası qoyulmuş olur.